Dini İslamda sabit qədəm olmağımızdan və günü-gündən Allaha gedən yolda daha da mənəvi cəhətdən ucalmağımızdan ötürü sələvat şükürük. Allahümme salli ala Muhammed ve ali Muhammed. Zamanı İmam-ı Ağamız İmam-ı Zaman əleyhissalamın zuhurunun təəccübünə bizlərin o Həzrətin zuhurunda dəyərli, layiqli iştirakçı olmamızdan ötürü sələvat şükürük. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qawli. Allahümme ec'al li fihi nasiben min rahmetikel vasi'ah. Vahdini fihi li berahinike sati'ah. وخذ بناصيتي إلى مرضاتك الجامعة بمحبتك يا أمل المشتاقين آمين يا رب العالمين. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm böyüklərimə, əzizlərimə, sübhün bu çağında, bu vaxtında Allah evinə toplaşan hər kəsə və istər ölkə daxilində, istər ölkə hüdudlarından kənarda bizi izləyən, səsimizi eşidən hər kəsə. Allahdan diləyək bu rəhmət, məğfirət, bərəkətlə dolu olan mübarək ayın, bu mübarək səhərində, sübhün bu çağında etdiyimiz duaları, qıldığımız namazları ali dərəcədə qəbul eləsin. Və Allahdan diləyək, Allah ay boyunca bizə həm fiziki, həm ruhi baxımdan o gücü, o imkanı nəsib eləsin ki, Allah evində gəlib elə bu şəkildə ibadəti və xidməti davam etdirə bilək. Bəli, möhtərəm müsəlmanlar, əziz möminlər, doğrudan da Rəbbimizə bir daha sonsuz həmdlər, sənalar, şükürlər olsun ki, bu rəhmətlə dolu olan ayın sübhünün bu çağında öz evində, məsciddə, müqəddəs bir yerdə boynumuza minnət qoyaraq bir daha ona üz tutmağı, əl açaraq dua etməyi hər birimizə nəsib etdi. Biz yuxuya dalıb, qalıb, yatıb, durmaya və yaxud da durub bura gəlməyə bilərdik. Bizi yuxudan oyadan Rəbbimizə və qədəm götürərək öz evinə yönəldən istiqamət verən Rəbbimizə sonsuz həmdlər, sənalar olsun. Bəli, bu günlər, bu çağlar neymətdir. Gərək neymətin də insan qədrində, zamanında, vaxtında onu qiymətləndirə, dəyərləndirə. Biz bunu xatırlatma ünvanı ilə ara sıra qeyd edərik. Allah bütün dünyasını dəyişənlərimizə rəhmət eləsin. Amma keçən il bir neçə nəfər bizimlə bir arada, bu il təkrar bir arada olma niyyəti ilə Ramazandan ayrılmışdı. Amma nə edək ki, həyat fani, ölüm ani, qalan hani. Gələn bəndə bir gün getməlidir deyə aramızda keçən il hər gün, hər sübh bizimlə gələn ağsaqqallardan, bir neçə cavanlardan aramızda yoxdur. Nə məlum gələn il onların yerində bizim hal-hazırda onlara dediyimiz sözü başqaları bizə deməsin. Heç birimiz bundan sığortalanmamışıq. Amma nə xoş o şəxsin halına ki, elə onun gedişi Allah evindən ola, Allahdan Allaha qovuşa. Bu, hər bəşərə də, hər adam övladına da nəsib olmur. O nöqteyi nəzərdən bu bir neymətdir. Düzdür, biraz
əziyyəti var, etiraf eləyirəm. Əziyyəti var. Soyuq havada, evdə olanda gəlməsən, bir yarım saat gec durarsan. Amma yarım saat, bir saat qabaq, məsələn, durursan, hazırlaşırsan, tədarük görürsən. İndi maşının olur, məsələn, başqalarını götürüb gətirirsən. Məsələn, maşının yoxdur, biraz məhlədə maşın olan mömin qardaşı gözləyirsən və yaxud çıxırsan elə gəlib çatmaq üçün gözləyirsən ki, biri keçsə, əl eləyəsən, boş olsa səni götürsün. Bir sözlə bunların hamısı dərindən baxsaq zəhmətdir. Amma bir şey də unutmayaq ki, zəhmətsiz savab əldə eləmək olmaz. Oturduğun yerdə o qədər savab əldə eləmək olmaz. Əfzəlül ə'mali əhməzuha. Əməllərin ən savablısı onun ən çox zəhməti olanıdır. Yəni, savab zəhmətlə bağlıdır. Gərək biraz əziyyətin ola, biraz zəhmət çəkəsən. Bəli, ənənəvi olaraq hər gün sübh çağı günün duasının şərhi və izahı barəsində danışırıq. Qısaca günün duasına diqqət edək, sonra müxtəsər şəkildə şərhinə, bəyanına keçid alaq. Allahümmə cəalli fihi nasibən mən rəhmətikəl vasiə. Ey mənim Allahım, bugün mənə öz geniş rəhmətini qismət et. Allahın sonsuz rəhməti var. Oruc olan şəxs günün duasında Rəbbimizə əl açaraq, üz tutaraq buyurur. İlahi, mənə bugün öz geniş rəhmətindən pay ayır, qismət ver deyə, qismət et deyə. Vahdini fihi li bərahinikə sati'ə və məni aydın, qüdrətli dəlillərinlə, tutarlı sübutlarınla özünə doğru yönəlt, hidayət et. وَخُزْ بِنَاسِيَةِ إِلَى مَرْضَاتِكَ الْجَامِعَةِ. Ey mənim Rəbbim, bugün məni öz məhəbbətinlə istədiyin bütün əməllərə, o əməllər ki, mənim onu etməyimlə sən məndən razı qalacaqsan, onu etməyimlə səni ki, razı salacam, bütün o əməllərin hamısını yerinə yetirməkdə mənə güc ver. Məni müvəffəq et ki, səni razı salacaq işləri görə bilim. Biməhəbbətikə ya əmələl müştaqin. Ey istəklilərin yüksək arzusu, intizarı olan Allahım. Amin. Ya Rəbbəl aləmin. Əziz möminlər, əgər baxmış olsaq, günün duasında insan oruc olan şəxs mühüm bir duanı Allahdan istəyir. İlk ifadə, İlahi, mənə bugün öz geniş rəhmətindən pay ayır. Geniş rəhmətindən qismət et deyə dua ilə başlayır. Doğrudan da Allahın sonsuz rəhməti var. Çox geniş rəhmətə malikdir. Bizim çox şəfqətli, məhəbbətli, mərhəmətli Allahımız var. Belə bir hədis qeyd olunub Peyğəmbər salavatullahdan, İrhəm, turhəm. Başqalarına hörmət qoy ki, başqaları da sənə neynəsin? Hörmət qoysun. Başqalarına hörmət et ki, sənə hörmət etsinlər. Deməli, başqalarının insana hörməti insanın başqalarına hörmətindən keçir. Başlıca insan çalışıb, ən başlıcası özünə hörmət etməyə bacarmalıdır. Əgər mən özümə hörmət etmirəmsə, başqaları mənə heç vaxt hörmət etməyəcək. İnsan öz dəyərini bilməli, öz qiymətini dərk etməli, bütün ağzından çıxacaq söz və etdiyi hərəkətlərə sahib olmalıdır. O zaman insan dəyərli olur, o zaman insan qiymətli olur. Allahın geniş rəhmətindən pay istəmək
Bu bir daha Allahın qüdrət sahibi olmasının, onun əzəməti qarşısında bəndənin təzim etməsi anlamına gəlir. Bu, kiməsə təqlid etməklə, kimisə yamsılamaqla deyil, insan Allahın rəhmətini, o sonsuz və geniş rəhmətini dərk edirsə, deməli artıq insan Allahı tanıyır. Onun necə bir qüdrət və əzəmət sahibi olduğunu da dərk edir. Peyğəmbər alı Peyğəmbərə sələvat çəkir. Allahümme salli ala Muhammed ve ali Muhammed. Hava biraz soyuq olanda, bu da altdan isti pol. Maşallah, gözlərinizə baxanda mənim də mürgüləmə yapar. Hərdən bir sağa sola bir hərəkət eləyin ki, biz yuxuz qaçsın. Məcbur olub bu hazırladıqlarımdan əlavə bir duanın şərhinin arasına bir kiçik o təbəssümə səbəb olacaq yumruq bir nələrsə də edirəm ki, bir 10-15 dəqiqənin içində biraz sizi o mürgünü qaçırdım. Amma maşallah siz çox, mən tək indi birinə, ikisinə, amma görürəm elə biraz sayı artır. İnşallah o mürgü qaçıran, o belə deyək də, bir mürgüsünü o tərəf, bu tərəf eləyən bir Muhammed, o ali Muhammedə bir Muhammedi sələvat çəkirlər. Allahümme salli ala Muhammed ve ali Muhammed. Günün duasının ikinci bəndində etdiyimiz dua وَاهْدِنِي فِيهِ لِبَرَاحِينِكَ السَّاطِعَةِ Allahım, bugün məni aydın qüdrətli dəlillərinlə hidayət et. Yəni, kör-körənə deyil, dəlil və sübutla. İnsanın Allahı tanıma yolları bir neçədir. Onların ən birincisi Allahı tanıma yolu, tövhidə gedən yol, ilk öncə insanın əqlidir. Allahı tanıma kiminsə deməsi ilə olmamalıdır. İnsan özü onu tanımalıdır. Məsələn, diqqət etsək, bizim bir üsul-i dinimiz var, bir furu-i dinimiz. Üsul-i din, dinin əsası, kökü 5-dir, furu-i din isə 10-dur. Tövhid, adl, nübüvvət, imamət, məad. Tövhid, Allah təkdir, şəriki yoxdur. Ədl, Allah adildir, zalim deyil. Nübüvvət, 124 min Peyğəmbər həqdir, imamət, 12 imam həqdir, məad, ölümdən sonraki həyat, cənnət, cəhənnəm, axirət, bərzəx, bunlar hamısı həqdir. Bu 5 məsələyə bizim dini etiqadımıza görə təqlidi olmamalıdır. Məsələn, Füzuli əmi deyir, Allah var, mən də deyirəm, Allah var, belə olmamalıdır. Atam, anam deyir, məsələn, Allah ədalətlidir, zalimdir, mən də deyim, belədir, belə olmamalıdır. Allah bizə verdiyi bu əql neməti ilə mən Allahın təkliyini də dərk eləməliyəm, Allahın ədalətli olduğunu və digər. Yəni, bu 5-ində təqlid yoxdur. Üsul-i-dində təqlid yoxdur. Yəni, bir mərcəyə təqlid eləyin, bir böyük, belə bir şey. Bəli, sənə izah eləyə bilər nə isə. Amma onun dərk məsələsi, o deyir, məndə deyim, mənim inanc fitrətim, fundamental, köklü inancım onun dediyinə əsaslanmamalıdır. Deməli, Allahı tanıma yollarından, Allahın tanıma istiqamətində ən birinci yol insanın ağlıdır. İnsan əqli ilə onu dərk edir. Və ikincisi fitrətdir. Fitrətimizdə, məsələn, görsən, insan dara düşəndə xilaskar axtarışına çıxır. İndi onun adını nə qoyursan fərq eləməz, amma çətinə dara düşəndə o insan ki, xilaskar axtarışına düşür, o fitrətində, onun xilqətində, genofonunda olan onun Allah inancı dayanır. Və o yollardan biri də təcrübədir.
insan yaşadıqca qarşısına çıxan hadisələrdən əldə etdiyi nəticələrdə Allahı tanımağa başlayır. Bəzən elə hadisələr olur ki, sən Allahdan orada qırılırsan, Allaha asi olursan, amma biraz keçir başa düşürsən ki, doğrudan o dəlil, sübut, təcrübə ilə ki, Allah ən gözəlini bilir. Olmuş bir qısa hekayəni deyim və duanı da elə bununla bitirək. Yazırlar, dostlar, yaxınlar, bir neçə nəfər səyahətə çıxaraq gəmiyə özlərinə səfər boyu lazım olan azuqəni yığırlar. Adətən uzaq yolda olanlar bilir, məsələn, günlərlə qatarda, ictimai nəqliyyatda və yaxud da ki, dənizlə səyahət edəndə, gəmi ilə dəniz üzərindən səyahət edəndə adətən konservləşdirilmiş qida rasionlarından da, çünki onlar qalıcıdır, daha çox olur qalıcılığı o nöqteyi nəzərdən. Deməli, bunlar yol azuqəsi götürürlər, gəlirlər, fırtına ilə qarşılaşırlar. Dənizdə yaranan fırtına nəticəsində gəmi paramparça olur və gəminin bütün ekipajı, orada olanlar, hamısı təbii ki, yaranan fırtına nəticəsində suda qərq olur, amma onların içərisindən bir nəfər bir taxta parçasına savunaraq bir yolla o suyun üzərində olan o qidalardan da nəyi götürə bilir, sahilə çıxır. Amma çıxdığı yer bir meşə olur. Orada insan deyə bir şey olmur. Ümidləri üzlən insan başlayır ki, istidən onu qorumaq üçün, yağışdan, küləkdən, soyuqdan savunması üçün bir meşə ağaclarından, onun yarpaqlarından bir daxma düzəldir gecələməsi üçün, vəhşi heyvanlardan qorunması üçün. Hər gün bu ayıldıqda dənizə baxarmış, bu ümidlə ki, oradan keçən olar, bir yaxınlaşan olar. Axı, ümid ən sonda ölür də. Ümid ki, öldü, həyat insan üçün sönür. Gərək ümid insanda ölməsin, insanı yaşadan ümiddir. Günlərini balıq ovu edərək, müəyyən, belə deyək, artıq o qidalar yox, insanlarla əlaqə yox, balıq ovlayaraq günlərini keçirərmiş və biraz kənarda axtarıb meşənin içərisində şirin su, çünki dəniz suyu şordur, ondan istifadə etmək olmur. Şirin su tapıb gününü o cür keçirərmiş. Deyir, bir gün açılan səhərdə bu şirin suyun ardınca gedib balıq ovu edib qayıtmaq istədikdə, qaydanda o istidən, soyuqdan, küləkdən savunduğu daxmanın alışıb yandığını görür. Sanki tüstü gözünün qabağında rəqs edə səmaya qalxır, ucalır. Bu qeyri-ixtiyari özündən asılı olmayaraq başlayır üsyan eləməyə. Deyir Allah, mən zaten o fırtına ilə qarşılaşdım, məni ölümdən xilas elədin. Burada indi heç kim yox. Ümidim elə gecələmək üçün neçə vaxt əziyyət çəkib düzəltdiyim bu daxma idi. Bunu da mənə çox gördün. Mən indi nə edəcəm? Çarəsiz bu gileyləri eləyə-eləyə Rəbbinə şikayət və asi ola-ola sahilə yaxınlaşan bir gəminin fit səsini eşidir. Və geri çönüb baxanda görür ki, bir gəmi yaxınlaşır sahilə. Bu qalır heyrət içərisində. Çox eşitməli, bu hissəsi çox doğrudan dadlı, bal, ləzzətli bir
ifadədir. Deyir, bu gəmi yaxınlaşanda bu insanları neçə vaxtı insan görmür. Adicə, yəqin ki, xaricdə olan bilər. Məsələn, xüsusilə o Sovetlər İttifaqı dönəmində bu postsovet ölkələrində müsəlmanlar, tutaq ki, Azərbaycanlı regionundan asılı olmayaraq, biləndə ki, o Azərbaycanlı da elə bilirdin ki, doğma qardaşındır, bağrıya basırdın, çünki sənin vətənindəndir, doğma elindən. Belə şəxsi tanımasan da, amma sənə doğma idi. Elə bilirdin ki, ən əzizi, ən yaxını görmüsən. Bu, indi onları tanımasa da, insan görüb deyə sevincindən bağrına basır. Deyir, bəs yaxşı, siz hardan bildiniz mən buradayam? Deyir ki, sənin tüstü ilə bizə verdiyin xəbərdən. Deyir, biz elə başa düşdük ki, bizi uzaqdan görmüsən, bu tüstünü alovu yandırmısan ki, tüstü ilə bizə işarət verirsən. Deyir, biz də buradan gəlib gedənik ki, burada yaşayan yoxdur. Əgər tüstü varsa, deməli, burada bir insan düşüb. Deyir, bu sözləri eşidəndə Allaha dediyi sözlərə görə xəcalət çəkir. Deyir, Allah, bunun yandığına görə mən elə bilirdim ki, məni istəmirsən. Elə bildim ki, mənə əziyyət edirsən, amma bilmədim ki, məni xilas etmək üçün o daxmanı yandırmısan, alovlandırmısan. Biz bəzən Rəbbimizin hikmət üzündən bizə etdiklərinin biz fərqinə varmırıq. Ona görə günün duasında buyurur, Allahümmə cealli fihi nəsibən mən rəhmətikəl vasiyə. İlahi, mənə bugün öz geniş rəhmətindən pay ayır, qismət et. Vahdini fihi li bərahinikə satiə. Və məni aydın, qüdrətli dəlillərinlə hidayət et. Bax, o odun, alovun orada yanaraq başqalarına xəbər verməsi bu aydın dəlildir. Allahın öz rəhmətindən yaratdığına pay ayırmasıdır. وَخُذْ بِنَاسِيَةِ إِلَى مَرْضَاتِكَ الْجَامِعَةِ. Məni öz məhəbbətinlə istədiyin əməllərin hamısını yerinə yetirməyə müvəffəq etcinən. Amin. Ya Rəbbəl aləmin. Allahım, etdiyimiz duaları bizdən qəbul etcinən. Bizləri bağışlanan bəndələrindən qərar vercinən. Allahım, bizlərə bu mənəvi söhbətləri etməyi, eşitməyi Ramazan boyu nəsib etcinən. Allahım, sübhün bu çağında bura toplaşan əzizlərin nə maddi, mənəvi fərq etməz sıxıntısı, çətinliklər var, həlli rəva etcinən. Allahım, bu söhbətləri insanlara, başqalarının da eşidib faydalanmağına vəsilə olan qardaşlarım, əzizlərim ki, onlar da ay boyunca xidmət göstərirlər, çəkirlər, əziyyət çəkirlər, paylaşırlar. Allahım, onların özlərini, ata-analarını, doğmalarını, yaxınlarını, ümumən istəyənlərini Allah yerin göyün afatı bəlasından amanda saxla cenab. Allahım, qəlbimizdən kini, küdurəti, şeytanəti, vəsvəsəni kənar et cenab. Allah ilbə il nə qədər yaşayarıqsa, hər il bu mənəvi feyzi dadmağı, dərk etməyi hər birimizə nəsib et cenab. Peyğəmbər alı, Peyğəmbərə 3 ucalı sələvat zikr elə. Allahümmə salli ala Muhammed. Allah